Rıza, ged o Keybal xanım qızının başına ağal qoy. Dinməz, söyləməz, nə deyirəm, heç sözümə qulaq asmır o mənim. Zəli kimi tutduğum buraxmayıb, elə bir sözü daşa divara deyirəm. Ne görmeyi? Leman niye razı olmuyor bak. Mən nə bilim, niyə razı olmayıb. Bilmirəm, Rıza. Qızına deyirsən, getsin Toğruldan üzr istəsin. Bax, mən onu bunu bilmirəm. Desin ki, məni bağışla, başımı daşa döymüşəm, qələt eləmişəm. Bildin? Sen Leman'ı tanımırsan. Beyni çöndürsek mənə də qulaq asmaz. Hə? Ha. Belə oldu. Neynək, Rıza? Düz deyirsən, yaxşı eləyirsən. Onda mən də gedib Toğrula deyərəm, Ləmanın elədiyi bütün qələtləri. Açaram, Nurlan məsələsindən tutmuş hər şey. Görüm onda nə edəcəksiniz? Yo baldız. Diye bilmezsen. Deyərəm, Rıza, vallah deyərəm. Hı. Mənə də olmaz deyərlər. Sən elə bilirsən ki, mən ona desəm kimdəsə icazə alacağam, hə? Onsuz da mənim bitirəcəyim bir şey yoxdur. Vallah hər şeyin içindən sivrilib çıxaram. Amma Toğrula onun elədiyi bütün qələtləri açaram, deyərəm. Bax, o saxta sənət düzəldib. Uşağın güya Toğrulun uşağı olmağın deməyi, Nurlanla elədiyi bütün qələtləri, dədəli balalı qurduğunuz planları deyərəm. Belə heç vecimə də olmaz. Amma sənin ayağın bu evdən kəsilər, qızının da yolu həbsxanalara düşər. Bildin? Mənim heç belə dünya aləm vecimə də deyil. Bax da Arza, nə bilirsən onu elə. İndi dur get, papağını qoy qabağına, yaxşı-yaxşı fikirləş. Yeri